عليكم ورحمة الله. Bu kəsb icazə yaz, Ustad Əziz, bəxşin, şöhrət edilməksiniz. Və ruhani tələbə qardaşlarımızdan da üzr istəyirik. Kərbəlayı Hacı Firuz və o ruhani qardaşlardan üzr istəyirik. Məsələlərində cürət edirik. Bağışlayarız inşallah. Euzu billahi mineşşeytanirracim. Ne söndürürsünüz acaba? Bu mikrofon yanır öyle bir şey ona göre çıkıyor. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve mevlana Habibi kulubina ve habibi ilahil alemin Ebil Qasim Mustafa Muhammed ve ala ehli beytihi tayyibin tahirin ve la'netullah ila a'daihim ecma'in. قال رسول الله صلى الله عليه وآله وسلم فاطمة بضعة مني من آذاها فقد آذاني. Əvvəlcə Allah-u Teala həmd-ü sənə edirəm, şükür edirəm ki, bugünkü gündə belə bir məclisdə Hz. Zəhra salamü aleyhanın adına təşkil olunmuş bu məhvildə bizə də tövfiq verir, siz əzizlərlə bir yerdə olub, sizin xidmətinizdə olaq və adımızı Hz. Zəhra salamü aleyhaya əzadarlıq edənlərin cərgəsini yazaq inşallah. Allah-u Teala bütün siz əzizlərdən, zəhmət çəkənlərdən ali dərəcədə qəbul eləsin inşallah. Əvvəlcə bir şər'i məsələyə işarə eləmək istəyirəm. Sonra Hz. Zəhra salamü aleyha barəsində bir-iki hədis söyləyərik təyəmmümən və təbərrükən. Əlbəttə, əlhamdülillah bu şəhərdə alimlər olub, indi də Kərbəlayı Musa qardaş şəhərdədir, danışırlar, söhbətlər olub, müalicələr eşidibsiniz, ola bilər təkrar olsun. Amma təbərrükən də olsa inşallah təhəmmül edib bizlərdən qəbul edərsiniz. Şər'i məsələmiz namazın müqəddimatları barəsindədir. Namazın bir neçə növ müqəddiməsi var ki, şərtləri var ki, əgər bunlar riayət olunmasa, ola bilər namaz batil olsun. Onlardan ikisinə işarə eləmək istəyirəm. Biri hədəsdən, yəni dəstəmaz və qüsuldan pak olmaq, yəni dəstəmazlı və qüsullu olmaq. Namaz qılan vaxtda insan gərək boynunda qüsul olmasın və dəstəmaz almış olsun. Və bu şərt edirlər həqiqi şərt, vaqi şərt. Yəni insan hər halda gərək bu şərti riayət eləsin. Hökmən görə qüsulu versin, dəstəmazını alsın. Əgər imkanı da olmasa və yaxud hansısa bir şəri maneə qabaqda olsa, gərək təyəmmüm eləsin bunların əvəzinə. Hər bir halda istəyir imkanı olmasın, istəyir yadından çıxsın, bilərəkdən və bilməyərəkdən, əgər insan dəstəmazsız və ya qüsullu halda namaz qılarsa, namazı batildir. Yəni bir nəfər hər nə qədər də belə namaz qılıbsa, bir gün, 2 gün, 1 il, 5 il fərqi yoxdur. Qüsulun formasını bilməyib, qüsullu namaz qılır. Dəstəmazı bilməyib və yaxud səhv dəstəmaz alıb namaz qılıbdır. Hər halda neçə ildən sonra da bilsə, bütün namazların hamısını geri təzdən qəza eləsin. Və ikinci şərt nəcasətdən pak olmalıdır.
insan namaz qılan vaxtı bədəni, paltarı gərək nəzasətdən pak olsun. Bu şeylər ki, nəzislər ki var da, qandır, sididir və ilaxır və ilaxır. Bunlardan gərək insanın bədəni və paltarı pak olsun. Amma bu şərt, deyirlər, elmi şərtdir. Yəni, əgər adam bunu bilirsə, yadındadırsa, gərək təmizləsin. Yəni, namazdan qabaq bilirdin ki, paltarında nəcis var. Gərək təmizləyib namaz qılasın. Yox, bilmirdinsə, namazdan sonra gördün ki, bədənində və ya paltarında qan var imiş. Yəni, həmən qanlı paltarla və ya nəcisli paltarla və ya nəcis bədənlə namaz qılıbsan, amma əvvəldən xəbərin olmayıb, bilməyibsən. Sonradan xəbərin oldu. Burada deyirlər ki, namaz düzdür, amma gələcək namazlarsın gərək təmizləyəsən o nəzasəti. Dəstəmazda belə dördür. Bilərəkdən və bilməkdən də dəstəmazsız olsan, namaz batildir və qaza eləməlisən. Amma burada bilməyibsənsə, namaz düzdür və gələn namazlarsın gərək özünü paklayasan. Amma əgər əvvəlcədən bilibsən, məsələn, əvvəl bilirdin ki, bədənində və ya paltarda nəcis var, yadından çıxmışdı, namaz qıldın sonra yadıma düşdü, onda yox, təzədən deyir gərək namazı təzəliyib təzədən qılasan. Allah-u Teala inşallah bizləri şər'i məsələlərimizə agah və əməl edən qərar versin inşallah. Peyğəmbərə salavat zikr edin. Bu günlər Əyyam-ı Fatimiyyə Hz. Zəhra salamun aleyhanın şəhadət günləridir. Bir rəvayətə görə, bir tarixə görə 75 gün və bir tarixə görə 95 gün Hz. Zəhra salamun aleyha Peyğəmbər sallallahu sonra həyatda yaşayıb 75 və ya 95 gündən sonra şəhadəti yetişibdir. Və bu iki şəhadətin arası ki, bu günləri biz bu əyyamdayıq, bu günlərdəyik, Fatimiyyə günləridir, bir bəhanə olubdur ki, bizlər Əhl-i Beyt aşiqləri, əlhəmdülillah, hər yerdə, o cümlədən, bu ölkədə, bu şəhərlərdə məclislər saxlayırlar, Həzrət Zəhraya ərzədə edib, əzadarlıqlar keçirdirlər. Sizlər də o əzizlərdənsiniz, Allah-u Teala inşallah ömrünüzün axırına qədər sizləri belə Allah bəyənən, din bəyənən yerlərdə qərar versin inşallah. Həzrət Zəhra salamun aleyhanın şəxsiyyəti barəsində çoxlu söhbətlər olub. O Həzrətin kimliyi, fəziləti, Allah yanında, Peyğəmbər yanında, Əyyəm əleyhissalamın yanında olan məqamı, çoxlu hədislər və Həzrətin fəziləti barəsində çoxlu ayələr var. Eşitmişik, tamlıqla alimlər danışır, bizlər də eşitmişik. Amma mən bu günləri Həzrət Zəhra salamun aleyhanın öz dilindən iki hədisə xülasə olaraq, çox da yox, xülasə olaraq istəyirəm işarə eləyək bu babətdən ki, Həzrət Zəhra salamun aleyha bizlərə nümunədir. Nə tək bir qadın olaraq qadınlara, bəlkə bütün insanlara nümunə, ülgü və hüccətdir. Bizlər gərək onu özümüzə nümunə qərar verək, onun həyat yolunu öyrənək və özümüzü ona oxşatmağa çalışaq. Həm itaətində, ibadətində, vilayətdən müdafiəsində, ehsanında, infaqında, sədaqətində və ilaxır və ilaxır. O Həzrətin həyat yolu bizə nümunədir. Nə tək bizə, hətta Əymə əleyhissalamdan, müxtəlif imamlarımızdan var ki, Əymə əleyhissalamda buyurmuş ki, Həzrət Zəhra salamun aleyha bizə nümunədir və ülgüdür. Zamanımızın imamı Həzrət Məhdi Əcəlallahu Teala Fərəcəh Şərif Allah-u Teala Həzrətin zuhurun təcil qərar versin, salavat zikr edək. Həzrətdən hədis var, buyurmuş ki, li fi uxti Rasulullah usvetun həsənə.
Peyğəmbər salavatıllahın qızında mən İmam Zamansında çox gözəl nümunələr var, üsvələr var, gözəl nümunələr var. Əgər zamanının imamı o həzrəti özünə ülgü və nümunə qərar verirsə, deməli o həzrət bizlərə də ülgü və nümunədir. Gərək biz onu tanıyaq və onun yolu ilə getməyə bacaraq və onun razılığını əldə edək. Həzrətin razılığını necə əldə edilir? O cürə ki, o yaşayıb biz yaşayaq. O şeylər ki, onlar buyururlar, onların buyurduğu kimi yaşayaq. Həzrətin özündən hədis var, deyir ki, əgər bizim dediklərimizə əməl eləsəz, biz sizdən razıyıq, siz bizdənsiz. Əgər bizim dediklərimizə əməl eləməsəz, Allah'a insan bəndə olmasa, sizlərə qətən onlardan narazıdır. Həzrəti Peyğəmbər sallallahu çoxlu hədislər deyir də Həzrətin barəsində. Birinci əvvəldə dedik ki, Həzrət Peyğəmbər sallallahu buyurur ki, Fatimə mənim bir tikəmdir, mənim bədənimin bir hissəsidir. Hər kəs ona əziyyət eləsə, məni də əziyyət edir. Çünki insanın bədəni necədir? Məsələn, hər kəs sənin ayağı əzsə, elə bir ki, elə sənin özü əziyyət. Elədir. Hər kəs insanın bir barmağına bir xətər, xəlal toxundursa, elə bir ki, insan özünə əziyyət edir. Yəni, insanın bədəni insandan ayrıdır. Həzrət buyurur, Fatimə mənim bədənimin bir hissəsidir, mənim tikəmdir. Fatimətə bir atım minni. Mənim bir hissəmdir, mən azani. Hər kəs ona əziyyət eləsə, mən azani, mən Allaha fəqət azani. Hər kəs ona əziyyət eləsə, mənə əziyyət eləmişsin. Və ya ayrı bir hədisdə Həzrət buyurur ki, Həzrət Peyğəmbər sallallahu İnnəlləhə yəğzibu liğazabi Fatimə. Allah, həqiqətən Allah mütal Həzrət Zəhranın qəzəbi ilə qəzəblənir. Və yarğalir o da. Və onun razılığına Allah da razıdır. Çox böyük məqamdır. Ki, Həzrət bir məqamdadır ki, Allah onun razılığına razıdır və narazılığına, qəzəbinə akdir. Rəhbər Məzzəm söhbətlərinin birində buyurdu ki, xanımı buyurdu ki, istəyirsiniz Allah sizdən razı olsun, bir iş görün ki, Fatimə sizdən razı olsun. Çünki bu hədis deyir ki, əgər Fatimə sizdən razı olsa, Allah da sizdən razıdır. Əgər o sizdən narazı olsa, Allah da sizdən narazı olar. Və hədisə Həzrət özü axır günlərində işarə edirdi. Dedi ki, eşidirsiniz o xəlifələrə deyir. Ki, mənim razılığım, mənə əziyyət eləyən Peyğəmbərə əziyyət edibdir, mənim razılığım Allah'a razılıqdır. Bəs mən Peyğəmbərə sizdən şikayət edirəm, mən sizdən narazıyım. Bizlər yerə bir iş görək ki, o bizdən razı olsun, onun buyurduqlarına əməl edək, həyatın özümüzə ülgü və nümunə qərar verək, ta ki, o Həzrət bizdən razı olsun inşallah. Və əməllər ki, eləyirik, məclislərə ki, yığılırıq, iştirak edirik, görə bu məclislər bütün həyatımıza Fatimə ətri səpsin. Yəni, bütün həyatımız yerə Fatimə yiyilsin. Üzrə yaşayaq ki, onun istədiyi kimi, onun buyurduğu kimi olsun inşallah. Həzrətdən iki hədis oxumaq istəyirəm xülasə olaraq. Həzrət buyurur, Mən əsədə ilallahi xalisə ibadəti əhbətəllahu əzzə və cəl iləyhi əfsələ məsləhəti. Hər kəs Allaha öz xalis ibadətin yuxarı aparıb Allaha çatdıra bilsə, hər kəs öz xalis əməlini Allaha çatdıra bilsə, Allah-u Teala ən gözəl məsləhəti onun halına şamil eləyər. Ən gözəl onun nə onun üçün ən yaxşıdır, onu onun üçün təqdir edib yazar. Şərti budur ki, insan əməlinin xalisin ona çatdıra bilsin. Bu hədisdən Həzrət bizə buyurmaq istəyir ki, ixlas çox mühümdür. Xalislik, saflıq çox mühüm məsələdir. Hər bir işin əvvəli ixlasdır. Hər bir işin əvvəli
İxlasdır. Əgər ixlas olmasa insanın əməlində, hər nə qədər böyük işdə görsə ərzişi yoxdur, dəyəri yoxdur Allah. Çünki Allaha görə eləməkdir. İxlas böyük ulemanın kitabında var. Şeyx-i Bəhainin rəhməllah aleyh, Allah rəhmət eləsin, kitabında var ki, Əl-İxlasu tənzihul əməl ən la yəkuna li qeyrillahi fihi nəsibun. İxlas budur ki, insan əməlin bir cür paklaşdırar ki, o əməlində Allahdan başqa heç kəsin payı olmayan. Əməli yalnız Allaha görə edir. Bu ixlasın dəyəri var. İxlasın mənası budur. İnsan əməlin yalnız Allaha görə edir. Başqasından təqdir, təşəkkür və ya heç bir şey ummayan. Elədikləri Allaha görə olar. Həm əməli, ibadəti, ailəsində rəftarı, dostu ilə rəftarı və ilaxır və ilaxır. Hər bir iş görür, işlərin başı ixlasdır. İnsan gərək ixlaslı olur. Əgər ixlasımız olsa, Allah-u Teala bizə gözəl məsləhətlərin və o şey ki, bizə lazımdır, bizə nazil edir. O demək deyil, məsələn, elə dünyada problemimiz olmaz. Budur, hər nə ki, bizə məsləhətdir, onu Allah nazil edir. Məxsusən, müminlər gərək ictimai məsələlərində, ibadi məsələlərində ixlası nəzərə alsınlar. Dedi, heç kəsdən təşəkkür gözləməməyin mənası budur, ha? Heç kəsdə ta sənə təşəkkür eləməyən. Mənası budur. Sən gözləmə. Başqaları da ki, bir nəfərə insan bir yaxşılıq eləyibdir, onun da vəzifəsi budur ki, təşəkkür eləyən insanlar. Amma birdən də eləmədi, ta sən demənən ki, ta buna yaxşılıq düşmür, ta bu niyə mənə təşəkkür eləmədi? Onun vəzifəsidir, bəli, hər kəs deyir, məxluqa təşəkkür eləməsə, xaliqə də təşəkkür eləmir. Amma müxlis adam ondan o təşəkkürü gözləmir. Eləsə də özü bilər öz Allah ilə. Eləməsə də yenə özü bilər öz Allah ilə. Bu ixlası insan gərək riayət eləsin və gözləsin. Xalisliyi gözləsin. Allah rəhmət eləsin. Qasım Süleymani dostu Hüseyin, Qulam Hüseyin oğlu Hüseyin ki, qəbri onun böyründədir. Özü deyib ki, məni onun yanında bastırasınız. Onun barəsində danışır. Qardaşlar görərlər bəlkə də filmi. Deyir ki, çox müxlis adam idi. Çalışırdı ki, işlərinə riya, başqalarına göstərmək üçün bir əməl qatmasın. Hər nəyi Allaha görə eləsin. Deyir, bir dəfə olub komandir az qalsın, o da kəşfiyyat komandiri idi. Yəni bunun əsgərlərindən biri idi. Bir dəfə mən onu çağırdım, müharibə vaxtı. Çağırdım, getdilər dedilər ki, bəs filan ki, səni çağırır. Deyir, gələndə gördüm ki, bunun pencəyi çiynindədir. Pencəyi çiynində, ayağında da corab yoxdur. Adətən bilirsiniz, hərbidə komandirin qabağına heç kəs o formada getmir. Deyir, mən elə gözlücü buna bir nəzər elədim. Baxdım ki, bu belə gəlir, pencəyi çiyninə atır, yəni qolların geyinməyib, ayağında da corabı yoxdur. Bir Hüseyin gəldi, mənə çatdı, dedi ki, hacı, bilirəm nəyə baxırdın. Baxırdın ki, bəs pencəyi çiynimdə də ayağımda corab yoxdur. Sən məni çağıranda mən namaz qılırdım. Mən namazdaydım. Durdum ki, pencəyimi geyinim, corabımı geyinim, sonra özümə fikirləşdim ki, Hüseyin, sən Allahın qabağına bu formada gedibsən, pencə çiynində, ayağında corab yox. İstəyirsən, Hacı Qasım'a görə özünü düzəldəsən, məsələn, formaya salıb gedəsən. Allahın qabağında necə olubsan, Hacı Qasım, məyər ondan üstündür. Ona görədir özümə sığışdırmadım ki, mən Allahın huzuruna necə getmişəm, onu dəyişmirsən huzuruna gəl. Həzrəti Peyğəmbər sallallahu buyurur ki, mən məbus olanda Allah-u Teala neçə şeyi mənə tövsiyə elədi. 9 şey mənə tövsiyə elədi ki, bunlara əvvəlcədən riayət edib. Onlardan biri budur ki, İxlas fis-sirri vəl-əlaniyyə. İxlası gərək riayət edək. Həm gizlində və həm aşkarda. Hər nəyimiz var gərək Allaha xatir. Allaha xatir olsa ərzişi var, dəyəri var.
İnsan Allah'a xatir olsa əməlləri əməl onu ucaldır. Tək ibadəti yox, hər bir şey. Hətta mübahat, yəni adi işlər ki, dururlar, deyə Allah'a xatir eləsə, bunlar da olur ibadət insanı ucaldır. Böyük alimlərindən birindən Allamə Cəfəri nəql edir, Allah rəhmət eləsin. Xairinin oğlu Xairidən nəql edirdi ki, bizim bir bəhsimiz var deyə bəhs edirdi. Tehranda o vaxt hələ inqilabdan qabaq bəhs edirdi. Sonra bir müddət bu pis xəstələndi. Xairi pis xəstələndi. Şeyx Məhdi Xairi, səhv eləmirəmsə adı. Yamandır, xəstələnmişdi, düşdü. Balnisaya zahirən rak xəstəliyi oldu. Bir müddət bir balnisada yatdı, ta bir yerə çatdı ki, daha həkimlər dedilər, bizim sənə heç bir əlacımız, çarəmiz yoxdur. Gedin evə buna elə o qədər dərman verin ki, yavaş-yavaş ömrü qutarsın. İnsan belədir, insan bunu dərk eləsə ki, oradan da dünyadan müvəqqətidir. Bir yerə satışı görsən, heç kəs ona tazamin durmur və ya dura da bilmir. İnsanın dəyəri bu dünyada bu qədərdir. Hər nə elədin, bir vaxt gəldi, fürsət aradan getirirsən ki, biz sənin üçün heç nə vermirlər. Ged öyləni biliyorsun. Deyir, mən zəng elədim evinə ki, ona bir baş çəkin, bir soruşun, halın soruşun. Oğlu götürdü, dedi ki, atamın vəziyyəti çox pisdir. Ağrılar ta qoymur ona nəfəs almağa. Dedim, telefonu verə bilərsən ona ki, bir-iki kəlmə danışım ondan, dedi, verdim. Dedi, telefonu ki, verdi ona, gördüm ki, çox xəstə və məriz haldır, danışa bilmir, səsi güclə gəlir. Allah əhval elədim, dedim ki, şeyx, necəsən, halın soruşdum. Deyir, mənə cavabı bu oldu ki, hansı halımı soruşsan, hansı keyfini soruşsan, cismimin keyfini soruşsan, ya ruhumun. Əgər cismimi soruşursansa, da bundan pisi yoxdur da, hər yerim ağrır, o qədər şeydir ki, dözülməz ağrılarım var. Ta heç nə yeyə bilirəm, nə yata bilirəm, nə rahatsızlığım var. Ağrı çoxdur cismimdə. Amma ruhumu soruşmaq istəyirsənsə, 14-15 yaşında cavanlıq həddinə mən indi çatmışam. Bu ağrılar ki, başlayıb, mən bir hala çatmışam ki, hər saniyə öz məhbubuma tərəf getməyimi gözləyirəm. Gözləyirəm ki, hasan qovuşaram Allah'ım. İxlas bu. İnsan Allah'a görə hər nə eləsə da cəza yapacaq, narazılıq eləmir, nə oldu elə bu bəla mənim başıma gəldi. O qədər insanlar öyle Allah tanımır, nə xəstəlik tutur onu, nə bilim, alverdə zərər eləyir, nə bir başına problem gəlir, hər nə yerindədir. Yox, İxlas oldu, deyir ki, mən Allah'a görə eləmişəm. Hər nə mən üçün salahdırsa, məsləhətim hardadırsa, Allah onu mənim halıma şamil eləyəcək. Allah bizləri muxlislərdən qərar versin inşallah. Allah bizləri o şəxslərdən qərar versin ki, Allah'a görə yaşaya bilək, Allah'a görə əməl edə bilək inşallah. Peyğəmbər alı, Peyğəmbərə bir salavat çəkilir. Bu birinci hədisidir, xülasə olaraq demək istəyirəm. Vaxtımız təqribən 1-10 dəqiqə istəyirəm, qutaram. Əgər hövsələniz olsa, qulaq asarsınız inşallah istifadə edər. Həzrəti Zəhra salam aleyhanın buyurduqları bizim bir dürrüdür, bir qiymətli, dəyərli sözlərdir, insan gərək qədrini bilməlidir. Bizə həyat yolun, yaşamaq yolun bizlərə bu sadə sözlərindən başı salınlar. Xırda sözlərdir, amma mənalı sözlərdir inşallah. Əməl edəyək inşallah. İkinci hədisdə, bunu qardaşlar üçün əlbəttə keçən səfər oxuduq, sizlərə də lazım bildim, əvvəl özümə və sonra sizlərə ki, təzəkkür olsun inşallah deyəni oxuyuram. Həzrət buyurur hədislərin birində, Hubbibə iləyyə min dünyakun səlah. Həzrət Zəhra salamlı aleyha buyurur ki, sizin bu dünyamızdan mənə 3 şey daha məhbub və daha sevimlidir. Sizin bu dünyamız ki var, cəlalınız və ləzzətləri var, amma Zəhra salamlı aleyha buyurur ki, mən bu dünyadan 3 şeyi hər şeydən daha sevirəm. Həzrətin sevimlisi bizə də gərək sevimli ola, biz də gərək özümüzü ona ülgünlüyünə bilək. Onun sevdiyini biz də sevək. Ki, onun sevimlisinə sevilək. Onun sevdiyini biz sevənilsək, onun sevimlisinə sevilək.
Həzrət buyurur, birincisi tilavatu kitabillah. Allahın kitabı olan Qur'anı tilavət eləmək, Qur'an oxumaq bu dünyada mənə daha əzizdir. Daha çox xoşlayıram Qur'an oxumağı. Mümin də gərək Qur'an oxumağı özünə məhbub bilər. Heç olmasa gündə bir 50 ayə gələn onu oxuyaq. Qəflət eləməyə Qur'an oxumaq. Çoxlu hədislər var Qur'an oxumağın özünün savabı barəsində. Boş tilavət eləmək. Əlbəttə burada tilavət boş elə oxumaq, tək elə yəni ərəb dilində tilavət eləmək mənasında deyil. Bunun özünün də bəli savabı var. Çoxlu biz məsələn indi açsaq surələrin savabları, fəzilətləri ki var. Bunları açsaq görərik ki, nə qədər Allah-u Teala bu oxumaqlara tək fəzilətdir. Mülk surəsi barəsində deyir ki, hər kəs Mülk surəsini tilavət eləsə oxusa hər gecə Allah-u Teala 2 nur onun qəbrindən nazil edir ki, onu qoruyarlar ta qiyamətdə hesab kitaba çatdırana qədər. Qoymazlar o qəbirdə qaranlıqda qalsın, əzab əziyyət çəksin, qürbət hiss eləsin ta qiyamətə qədər. Adiyyat surəsi barəsində var ki, hər kəs Adiyyat surəsini oxuya və davamlı surətdə Adiyyat surəsini oxuya qiyamətdə əmir-i möminlər məhşur olur. Allah-u Teala Həzrət Əli əleyhissalamdan onu məhşur edir. Və ilaxır və ilaxır. Müxtəlif surələrin müxtəlif təsirləri var insan, tək oxumağın. Amma burada tək oxumaqdan məqsəd deyil ki, insan oxuya və əməl eləməyə. Qur'anı əvvəl görə öyrənək müsəlman kimi. Hamımıza lazımdır, əzizlər. Hamımıza lazımdır, Qur'an oxuyaq. Hər nəyə ki, o gün qardaşlara deyirdi, hər nəyə vaxtımız var bu dünyada. Yeməyə, yatmağa, gəzməyə, ağır eləməyə, kafeyə getməyə, nə bilim, YouTube'a baxmağa, istirahət eləməyə, hər nəyə vaxtımız var. Ey kaş, Qur'an oxumağa da vaxtımız var. Gündə heç olmasa bir 15 dəqiqə Qur'an oxumağa, Qur'an öyrənməyə vaxt ayıraq. Ay mən bilmirəm, başıma girmir, nə bilim, öyrənə bilmirəm və ilaxır. Bunların hamısı bəhanət. Hamısı bəhanət. İnsan istəsə və iradə eləsə, öyrənir. Nə qədər adamlar var 50 yaşında, 60 yaşında Qur'an öyrənir, oxumaq öyrənir. Bir müsəlmana həqiqətən eyibdir ki, müsəlman ibadət eləyir, amma Qur'an oxumağı bacarmıyor. Bu bir. Amma ikinci Qur'ana əməl eləyər, tərcüməsinə baxar, mənasını fikirləşər, tədəbbür eləyər, təfəkkür eləyər və əməl eləyər. Qur'andır ki, insanlara hidayət eləyəndir. İnsan əgər Qur'an oxumasa, əgər onun mənasını bilməsə, əgər ona əməl eləməsə, iman gətirməsə, Qur'an-ı Kərim necə hidayət eləsin? Qur'an-ı Kərim hudən lil muttəqindir. Təqvalılar ki, ona iman gətirirlər, ona oxuyurlar, başa düşürlər və əməl edirlər. O da hidayət edir. Həzrəti Əmir əleyhissalamdan Nəhsül Bəlağədə mübarək bir hədis var, buyurur ki, Həzrət buyurur ki, və mən qara'al Qur'anı təmatə, Həzrət Əmir əleyhissalam buyurur, hər kəs Qur'an oxuyar və ölər. Yəni bir dənə Qur'an oxuyan bu dünyadan gedər. Fədəxələn nar və axırda da gedə çıxa cəhənnəmə. Nətər olur bu? Həzrət buyurur, fəhuvə mimmən kanə yəttəfidə ayatillahı. Bu o şəxslərdən olurdu ki, Qur'anı məsxərəyə, əyləncəyə, oyun oyuncağa çəkir. Qur'anı ciddi tutmuydu, Qur'ana iman gətirməyir. Və illa insan Qur'an oxuyar, ona iman gətirə, əməl edir, Qur'an onu cənnətə aparar, cəhənnəmə getməz. Hər kəs deyir, Qur'an oxuyan özü cəhənnəmə getsə, elə bir ki, Qur'anı məsxərə edir. Çünki mümin Qur'an oxuduğunun vədələrinə iman gətirir. Həm müjdələrinə iman gətirir, həm vəidlərinə, həm o qorxutduğu ayələrinə iman gətirir. Bilir ki, Allah-u Teala deyirsə bir şey olacaq. Müminlərə behişt vədəsi verir, qələbə vədəsi verir. Zalimlərə, mücrimlərə, kafirlərə, günahkarlara əzab vədəsi verir, cəhənnəm vədəsi verir, bunlar hamısı haqdır. Mümin ki, bunlara iman gətirdi, aqibəti axırda xeyr olar inşallah. Həzrət Zəhra salamünə aleyhə bu sözləri deyir, özü də ülgü və nümunədir, özü də belə olubdur.
ayələrə iman olurdu, ayələrə əməl edirdi. Hətta o ayələr ki, o həzrətin barəsində duyurdu, onlara əməl edirdi. Ayə ki, gəldi Həzrəti Peyğəmbər sallallahu möminlərə ki, adı ilə Peyğəmbərə xitab eləməyin, ya Rasulallah deyin, biraz Zəhra salamları da itaat edirdi, ya Rasulallah sadə demirdi ki, mənə aiddir. Axır Peyğəmbər sallallahu özüdür. Zəhra, sən məni ata çağır, bu ayə sənə aiddir. Sən ata deyəndə mən qəlbim şad olur. Sən ata deyəndə mən rahatam. Sənə aiddir bu ayə. Həzrət o qədər Qur'anla mənusur ki, neçə dənə vəsiyyəti var Həzrətin bu axır günlərində vəsiyyətlərinin birində buyurdu ki, ya Ali, sənə vəsiyyətim budur ki, məni qüsl-i kəfən edəndə özün edərsən, məni qəbrə özün qoyarsan, Əlican, torpağı ki, tökdün üstümə qoyub getməyəsən. Oturasan mənim başımın üstündə, mənlə üzbəüz Əlican, Qur'an oxuyasan. Əksər tilavetin. Qur'an oxumağa çoxalq ki, mənim başımın üstündə. Çünki ora qürbət yeridir, qaranlıq yeridir. Orada insanın mənusa ehtiyacı var ki, onu mənus tapsın. Sən də mənim yanımda Qur'an oxuyacaqsın. Bu Həzrətin Qur'ana olan mənusluğu və bağlılığının nümunəsidir. Və idaməsində ikinci şey ki, Həzrət buyurur ki, mən bu dünyadan xoşlayıram, ən-nəzərə ilə vəcəhi Rasulullah. Peyğəmbər sallallahu üzünə baxmağı bu dünyada mən çox sevirəm, çox xoşlayıram. Peyğəmbərin üzünə baxmaq. Həzrət buyurur ki, mənim bu dünyada ən çox sevdiyim şeylərdən biri odur ki, Peyğəmbərə baxım. Hədis kisada da vardı, deyir ki, Həzrət Peyğəmbər sallallahu ki, narahatçılığı sevirdi, kisa altına girmişdi. Həzrət deyir, mən baxırdım ona. Bana Fatimə Zəhradır. Və o deyir, nur kimi, 14 gözəli ay kimi onun sifəti parıldayırdı Peyğəmbər sallallahu. Həm ata kimi sevirdi, o baxırdı ona, həm bir rəhbəri kimi sevirdi və baxırdı Həzrətin sifətinə. Yeri var ki, müsəlmanlar bu şeylərə riayət eləsinlər. Neçə şeyə baxmaq, əzizlər, bilirsiniz, bu dünyada ibadətdir. Biri elə Peyğəmbər sallallahu baxmaqdır. Biri Kəbəyə baxmaqdır. İnşallah Allah qismət edəcək, həccə getdik. Əməlləri elədim, bilirsiniz, oturur Kəbəyə bax, ibadətdir. Və ya hədisdə var, ən-nəzərə iləl-alim ibadət. Bir alimin üzünə baxmaq ibadətdir. Bir nəfər alim-i Rəbbani bir alimin üzünə baxa, elə bil ki, ibadət edirdi. Və nəzərə iləl-imam el-muqsid ibadət. Ədalətli rəhbər və imamın üzünə baxmaq ibadətdir. Allah-u Teala imam zamanımızın çox gün təcil yaratılsın inşallah. Və onu görməklə gözlərimizi münəvvər eləsin inşallah. Ədalətli imamın üzünə baxmaq ibadətdir. Və nəzərə iləl-valideyn bi rə'fətin və rəhmətin ibadət. Məhəbbətlə insan öz valideyninin üzünə baxar, ibadətdir. Rə'fətlə, məhəbbətlə, valideynin qədrini bilir. Ona bir mehribansılıqla baxar. Bu ayə ki, var Quran üzərində buyurur ki, Allah sizə deyir ki, ən əbudullah və bil valideyni ihsana və la taqullahu muffin. Allaha bəndə olun, valideynlərinizə ihsan edin. Uf, belə deməyin onlara. İmam Sadiq əleyhissalamdan sual elədilər. Sual elədilər ki, bu və bil valideyni ihsana nə deməkdir? Valideynlərə ihsan edin. Həzrət buyurur ki, valideynə ihsan eləməyin mənası budur ki, gözləmə valideynin səndən neysə istəsin. Ehsas hiss elədin ki, valideynin bir şeyə ehtiyacı var, onun ehtiyacını ödəyəcəm, onun ihsanıdır. Qoyma o səndən diləsin neysə. O günləri ərz elədik, dedik qardaşların xidmətinə
ki, valideynin ehtiyacı həmişə puldur ki, həmişə yoxa da demək olar ki, çox vaxtı puldur. Bəli, bir zaman valideynin doğrudan belə maddiyyata da ehtiyacı var. İnsan gələr, kömək eləsin ona. Amma bir də belə onun görsən ki, valideynin onun yanında oturmağa ehtiyacı var. Onunla danışmağa, onunla məhəbbət eləməyə, söhbət eləməyə ehtiyacı var. Bir də insan ilə onun corabını geyindirməyə, ona xidmət eləməyə. Bu bir alimlərdən biridir. Ciddi valideynin xəstədir. Allah rəhmətə gedən valideynləri rəhmət eləsin inşallah. Sağ olan valideynlərin sayəsini, kölgəsini başımızın üstündən əski eləməsin inşallah. Valideynin xəstədir, həkimə getməlidir. Demək ki, taksi göndərirəm səni aparar həkimə. Maşın göndərirəm, adam göndərirəm aparsın səni həkimə. Yox, özün get, özün apar, özün ona xidmət elə. Onun həkimə getməyindən çox elə sənin onun əlindən yapışmağa var, ehtiyacı var. Ondan söhbət eləməyə ehtiyacı var. Allah razı deyənə çox danışmaq istəmirəm. Görmüşük bu aradan gedər. O gün deyirdi, mənə bir valideyn deyirdi, 8 ildir mən oğlumla bir evdə yaşayıram. 8 ildir. Bu 8 ildə 5 dəqiqə mənim yanımda oturub mənimlə söhbət edirəm. Valideyndir, mənim heç nə pula ehtiyacım var, nə qulluğa ehtiyacım var, pensiyam da var, özümdə əlhamdülillah özümü idarə edirəm. Mənim onunla istəyirəm, bu oğlum mənimlə söhbət eləsin, 5 dəqiqədir mənim yanımda oturub 8 ildə. Bəzən müxtəlif şeylər ola bilər, valideynin ehtiyacı olsun ki, insan gərək bilsin, bir gözləm o sənə desin. وَالنَّظَرَ إِلَى أَخٍ تُعَدُّهُ فِي اللّٰهِ عَزَّ وَجَلْ عِبَادَةً. Və o mömin qardaşı ki, sənin yadıva Allahı salar, o mömin qardaşının üzünə baxmaq da ibadətdir. Bunlar ibadətlərdir ki, insan gərək nəzərlərdir, insan baxmağı ibadətdir, insan bunları gərək riayət edir inşallah. Və üçüncü şey ki, Həzrət buyurdu, mən sizin bu dünyamızdan 3 şeyi xoşlayıram. Birincisi tilavat-ı Quran, ikincisi Peyğəmbər sallallahu üzünə baxmaq, üçüncüsü əl-infaqu fi səbilillah. Allah yolunda infaq eləmək, Allah yolunda xərcləmək, Allah yolunda vermək. Həzrət Zəhra sallallahu əleyhi bu 3 şeyi mən dünyada xoşlayıram. Allah versin, mən də infaq edeyim başqalarına. Xərcləyim. Mümin də görə belə olur. Hər nəyə özünə fikirləşmir. Sədəqə, ehsan, xüms, zəkat, başqalarına vermək, bilsinmək. Həzrətin həyatı bu infaqla doludur. Ayə nazil olub onun infaqı barəsində. Və yut'imunət-ta'amə alə hubbihi miskinən və yetimən və əsirə. Həzrət özüdür ehtiyacı ola öz tamamını verirdi. Miskin, yetim, əsirə. Və Həzrətin infaqıdır. Ehtiyaclı olana Həzrətdir öz toy paltarın hədiyyə elədi. Hələ toy olmamışdı ya. Ona bir toy köynəyi almışdılar, toyda geyinməlidir. O köynəyi hədiyyə elədi. Dedilər ki, ya Zəhra, bu sənin toy paltarındır. Başqa köynəyindən verəcəm. Dedi, yox, insan sevdiyi şeylərdən gərək infaq edir. İnfaqın mənasıdır, insan ehtiyacı olmadığını. Məsələn, 3 dənə varımdır, birinə daha ehtiyacım yoxdur, bunu verirəm, infaq edim Allah yolunda. Budur, birinin ayaqqabısını uğramışlar, dedi ki, əvvəltəz ehsan olsun. Da uğramışı nə əvvəltəz ehsan? O şey ki, özünün ehtiyacın var, o şey ki, özün ona bağlısan, məhəbbətin var, onu ver. Həzrət dedi ki, dedilər, ya Zəhra, bu toy paltarı niyə verirsən? Dedi, insan Allah mütealdir, lən tənalul birrə. Hətta tunfiqu mimma sevdiyin şeylərdən verməsən, yaxşılığın o uca həddinə, üstünlüyünə, yuxarılığına çata bilməz. İnsan gərək sevdiyi şeylərdən infaq eləməyi bacarsın. Əli açıq olmağı bacarsın. Verməyi bacarsın. Bu Həzrəti Zəhra sallallahu əleyhi bizə buyurduğu hədislər bizə ülgü, bizə nümunə. Demək istəmir ki, hər zaman bilin eləməm beləyim. Yox. Demək istəyir ki, mən beləyəm, siz də belə olun. O kəslər ki, məni özlərinə ülgü və nümunə bilirsiniz. Siz də belə olun. İnşallah. İnşallah. Amma zikri müsibət qardaşlardan kimin mərsidir?
Cəbrail. Cəbrail Musa. Mərsi edənlər var. Bir neçə dəqiqə mən zikr müsibət edeyim, qardaşlar gəlsin inşallah mərsi edərlər əzadlar. Həzrət Zəhra salamları Əleyhanın əzadallığı günləridir. Yığışmışıq onun əzasına, ona yas saxlayaq. Bəzən mən təkrar da olsa bunu elə çox yerdə deyirəm. Çünki özümü yandıran şeydir. Adətən bəndən özün bu roza məclislərində iki hal daha çox yandırır və bəndən ürək qəmli olur. Biri Həzrət Zeynəb salamlar Əleyhanın İmam Hüseyin Aleyhisselamın o başsız bədəninin üstünə gəldiyi halda hər vaxt yadıma düşəndə adamın ürəyi dağa dönür. Həzrət Zeynəb salamlar Əleyha ki gəlmişdi Həzrət İmam Hüseyin Aleyhisselamın bədəninin üstünə, qucaqladı onun o mübarək bədənin, salam verdi Peyğəmbərə, Əssalamu aleykə, ya Rasulallah, salam olsun sənə. Ey Allahın Peyğəmbəri ağa olsun, bu sənin Hüseynindir ki başın bədənindən ayrılır. Bir bu zikir müsibət eləyəndə bəndən özünə çox təsir edir. Bir, Həzrət Əleyhisselamın o qəribsiliyi, o Zəhra salamlar Əleyhanı dəfn eləyəndə Əli ki tək qalmışdı, bilmirdi dərdin kimə desin. Yavəri, munisi yox idi. O hal həmişə zikr eləyəndə mənim özümə çox təsir edir. Ki o günkü Həzrət Zəhra salamlar Əleyhanı bastırmışdı, bilmirdi hara getsin, dərdin kimə desin. Rəsulullah Əvvəldə var, gəlir Həzrəti Peyğəmbər salavatıllahın yanına. Necə qızı Zeynəb salam verirdi Peyğəmbərə. Əssalamu aleykə ya Resulullah. Burada da Həzrəti Əleyhisselam salam verir Peyğəmbərə. Buyurur ki, Əssalamu aleykə ya Resulullah anni və an ibnətikə ən-nazilətə fi civarikə. Salam olsun sənə ey Allahın Peyğəmbəri həm məndən, həm sənin qızından ki bu günləri sənə tərəf gəlir, sənin yanıma gəlir, sənə qoşulur. Ya Resulallah, ta bundan sonra mənim qəmim qurtarmaz bu dünyada. Ya Resulallah, bundan sonra Əlinin üzü gülməz bu dünyada. Mən səni öz əllərimlə torpağa tapşırmışdım. Sən can verəndə başım mənim dizimin üstündə idi. Amma səndən sonra mənim yanımda Fatimə var idi. Bu günləri Fatimə də getdi, Əli tək qalıbdı. Şair çox gözəl deyildi bu arada. Həmişə mən bunu oxuyanda çox mənə təsir edir. Həzrət Əmir Əleyhisselamın dilindən buyurur ki, yaradı, can yaradı, canıma qurban yaradı. Həzrət buyurur, Gülzarın Zəhra, Həvadarım Zəhra, Gülzarım Zəhra, Həvadarım Zəhra, məni qoyma tənha, Əlimi kəsdim. Ey nigarım getmə, Əlini tərk etmə, çatır ərşə ahu, fəğanım Zəhra. Gülzarım getmə, vəfadarım getmə, göz aç ey dildarım, canım Zəhra. Alə lənətullah, aləl qavmil zalimin, seya'ləhullezine zələmu, eyyəman qaləbin yanqəlibun. Allah-u Teala bu türlü əzadan bizlərdən qəbul eləsin inşallah. Peyğəmbərə salavat olsun.